Gəzməyə gedəndə körpəm üçün əlimdən tutan 3 məhsul. İlk məhsulumuz Baby Dream-in uşaq üçün köpüyüdür. Bu hətta ekstra həssasdır. Yəni allergiyası olan uşaqlar üçün də ziyanı yoxdur. Mən bunu Rossmanndan almışam. Və bu nə üçündür? Harasa gedəndə, gəzməyə, kiməsə qonaq gedəndə özünüzlə sabun aparmaqdansa bu köpüyü aparmaq çox yaxşıdır. Əgər getdiyiniz yerdə su yoxdursa və uşağı yuya bilmirsinizsə, bu köpük elə suyu əvəz eləyir. İkinci çöldə olanda əlimlə tutan məhsul bu alt açma bezidir. Bu da Baby Dream-indir. Belə deyək, paçkada olur. Belə göstərim sizə. Alt açma bezi. Mən bir dəfəlik alt açma bezlərini sevmirəm. Çünki onların üzərinə ləkə dəyəndə onu çıxartmaq, yəni görüntüsü xoşuma gəlmir açığı və hətta gigiyenik də saymıram özüm üçün. Amma bu yaxşıdır ki, bunu necə istifadə edirəm? Nəsə bunu istifadə elədim. Əgər bu batmayıbsa, mən bunu saxlayıram ikinci dəfə, üçüncü dəfə batana qədər istifadə eləyirəm. Nə vaxt ki artıq batsa, o zaman tulluyuram. Paçkada 10 dənə olur. Sadəcə məndə paçkası bitib, təzəsini almalıyam. Və paçkada 10 dənə olur. Paçkanın da qiyməti 10 manatdır. Yəni bir dənəsi 1 manata başa gəlir. Mənə görə daha çox gigiyenikdir. Həmçinin də alt açma yumağı dərdində olmursan. Üçüncü məhsul isə bəlkə hamının bildiyi bir məhsuldur, bəlkə də yox, amma mənim üçün həqiqətən də çöldə də, evdə də əlimdən tutan ən gözəl məhsullardandır. Bu müslin bezdir. Getdiyiniz yerdə uşağı yuya bilirsinizsə, müslin bez sizin ən qurtarıcı məhsulunuzdur. Çünki uşağı qurulamaq üçün ən gözəl vasitədir. Mən bundan bir 10 dənə almışam. Həqiqətən də işimə yarayan ən gözəl məhsullardandır. Bu videoda ilk 3 məhsulu bildirdim. Təbii ki, davamı gələcək. Ana olaraq hansı məhsullar əlimdən tutubsa, bunları bildirəcəm. Əziz analar, siz nələr əlavə etmək istəyərdiniz? Kommentdə yazın, birlikdə müzakirə edək. Bir də Instagram səhifəmi burada qeyd edəcəm. İzləyib dəstək olsanız çox sevinərəm.